Salam hörmətli izləyicilər. Bugün sizlərə düzgün çoxbucaqlılara aid bir sualın izahını verəcəm. Keçək suala. Sualda deyir ki, şəkildə YF diametrli yarımçevrə qövsü ilə BY düz xətti parçası K nöqtəsində kəsişir. Deməli, ABCDF düzgün altıbucaqlıdır. AB 4 vahid və CK x-dir. Buna görə x neçə vahiddir? Əvvəla baxıram. AB-ni 4 veribsə, bu çoxbucaqlının bütün tərəfləri 4'ə bərabərdir. Bax, burada oldu 4. İndi FY bu yarımçevrənin diametridir. Onda bura 2 olar. Bax, burada 2 olar. İndi mən burada nə edəcəm? F ilə K-nı birləşdirsəm, fikir verin bura. Diametrə söykənən bucaq, bax bu bucaq düz bucaqdır, 90 dərəcə. İndi çoxbucaqlının bir xarici bucağı 60 dərəcə, yəni düzün altı bucaqdan söhbət edirsə 60 dərəcədirsə, bir daxili bucaqda 120 dərəcəyə bərabərdir. Onda bu diagonal olan hər birinin 60 olmaqla 2 hissəyə bölür. O zaman burada 60'dır. 60, 90, onda bura neçə qalmalıdır? Bura 30 qalır. 30 dərəcəli bucağın qabağındakı katet hipotenuzun yarısıdır. 4'ün yarısı oldu 2. YB parçası isə, baxın bura YB. Düzgün altıbucağının böyük diagonaldır. O da tərəfin 2 mislidir. Yəni ki 8'ə bərabərdir. Əgər YK 2'dirsə, o zaman KB neçə qalar? KB 8'dən 2 çıxaram, qalar 6. Deməli bura 6'dır. İndi mən nə edəcəm? Bu x-i tapmaq üçün kosinuslar teoremini tətbiq eləmək olar, fərqi yoxdur. Gəlin də kosinuslar teoremini tapaq. Yazıram x-in kvadratı bərabərdir 36 üzərinə gələnsin 16. Çıx 2 vur 6 vur 4 vur kosinus 60 dərəcə. X kvadrat bərabərdir 36 plus 16. Kosinus 60 da 2'də 1'dir. 2 ilə getdi. Çıx 4 6 da 24 edər. İndi burada x kvadrat bərabərdir 28 edər. X isə bərabərdir kök altında 28. O da neçədir? 2 kök altında 7. Deməli doğru cavab 2 kökdə 7'yə bərabərdir.